بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد اللهم لا علم لي إلا ما علمتني وعلمني بما ينفعني وزدني علما. Möhtərəm və əziz qardaşlarım və bacılarım, bugün mübarək gündə sizlərlə təzə silsilə dərslərini başlayaraq Allah-u Teala'dan kömək və Allah-u Teala'dan yardım diləyirəm. Əziz qardaşlarım və möhtərəm bacılarım, həqiqətən seçdiyimiz bu mühüm mövzu bütün müsəlmanları, bütün qadın və kişiləri, həddi buluğa çatan bütün müsəlman qadın və kişiləri şamil etməkdədir. O da İslamda ailə səadətinin dayaqları. Və bütün qardaşlar və bütün bacılar və bütün analar və atalar, bütün İslama nisbət olan şəxslər və hətta əksinə bütün bəşəriyyət, əziz qardaşlarım, təmənni etdiyi şey ailə səadətinə nail olmaqdır. Ailə səadətinə nail olmaq, ailə xoşbəxtliyinə nail olmaq, bütün bəşəriyyətin bir çox xeyirləri əldə etməyinə səbəb olan amillərdəndir. Və hər kəsin təmənni etdiyi bir şeydir. Yer üzündə elə bir insan yoxdur ki, ağlı üstündə olsun və o insan ailə xoşbəxtliyini təmənni etməsin. Və hamımız bildiyimiz kimi insan bu həyatda mərhələlər yaşayır. Uşaqlıq mərhələsi, cavanlıq mərhələsi və əhlilik mərhələsi və yaşlılıq mərhələsi. Və hansı mərhələdə olursan olsun, insanların hamısı bu amili, ailə xoşbəxtliyini, ailə saadətini arzulayır. Və insan kiçik olduğu zaman, uşaq olduğu zaman təmənni edir ki, zaman gələydi bu insan evlənəydi və evliliyində xoşbəxt olaydı, saadəti əldə etmiş olaydı. Və insan gəlir evlənmək mərhələsinə çatdıqda bu hissiyyət insanda daha da çoxalır. Və nəhayət insan ki evlənir və evləndikdən sonra bunun hissiyyəti daha da çoxalır və zaman keçdikcə onun əhəmiyyəti insanın gözündə və nəzərində çoxalır. Ona görə əziz qardaşlarım və möhtərəm bacılarım, bizim hamımız təmənni etdiyimiz bu həssas mövzu haqqında inşallah Allah Taala'nın izni ilə bacardığım qədər bununla ilgili məsələləri sizlərə çatdırmağa çalışacağım. Evlilik, möhtərəm qardaşlar, ilk öncə bilmək lazımdır ki, evlilik həyatı nikahdan başlayır. Bu ətrafında fırlanmaq istədiyimiz mövzu ilk öncə evlilikdən başlayır. Çünki ünvandan anlaşılır ki, İslamda ailə saadətinin dayaqları. O deməkdir ki, əgər insan İslam dinində ailə saadətinə nail olmaq istəyirsə, hansı dayaqlardan istifadə etməlidir? Bu dərslər, möhtərəm qardaşlar, bu ünvanın altında fırlanacaq Allah Taala'nın izni ilə. Və burada toxunacaq İslamda evlənməyin əhəmiyyəti, qadınların, kişilərin üzərinə olan haqları və onun əksi və eyni zamanda ailə məsuliyyəti və eyni zamanda boşanma və onun səbəbləri və onun müalicəsi və çox evlilik məsələsi, məsuliyyət məsələsi, uşaq məsuliyyəti, uşaq tərbiyəsi məsələsi və bununla ilgili nə varsa Allah-u Teala'nın köməyi ilə və yardımı ilə onlara toxunmağa çalışacaq. Əziz qardaşlar, evlilik həyatı nikahdan başlayır və bununla evlilik qədəmini qoymuş olur və evliliyin ilk mərhələsi başlamış olur. Bildiyimiz kimi, möhtərəm qardaşlar, evlənmək bütün peyğəmbərlərin sünnəsidir. Bütün peyğəmbərlərin əməl etdiyi, əməl etməyə, bunu tətbiq eləmək üçün Allahdan yardım istədikləri bir məsələdəndir. Və həmçinin evlilik, möhtərəm qardaşlar,
həyatda olan zəruriyyətlərdən biridir. Və onunla insan öz irzini qoruyur. Və insan öz irzini qorumaq üçün o da yeganə səbəblərdəndir. Və həmçinin möhtərəm qardaşlar, evlilik insan növünün qalması üçün və nəsillərin davam etməsi üçün mühüm və zəruri vəsilələrdəndir. Əziz qardaşlar, və həmçinin evliliklə qohum-əqraba dairəsi böyüyür və həmçinin onunla tanışdıq və eyni zamanda məhəbbət çoxalır və buna görə də İslam dini bütün müsəlmanları evliliyə dəvət edir, evlənməyə dəvət edir və insanları istərsən qadınlar olsun, istərsən kişilər olsun, bu sünnəni tətbiq eləmək üçün rəğbətləndirir. Əziz qardaşlarım və möhtərəm bacılarım, Allah-u Teala Quran-ı Kərimdə buyurur, Ər-Rum surəsinin 21-ci ayəsində وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ Ünsiyyətdə rahatlıq tapasınız deyə sizin üçün özünüzdən zövcələr yaratması, aranızda məhəbbət və rəhmətin olması da onun dəlillərindəndir. Həqiqətən bunda düşünənlər üçün ibrətli dəlillər vardır. Ona görə möhtərəm qardaşlar, insanın ünsiyyət vasitəsilə, evlənmək vasitəsilə rahatlıq tapması da, əziz qardaşlar, Allah-u Teala'nın bizlərə dərk etməyimiz üçün, bunun bir nemət olacağını düşünməmiz üçün bizlərə yönəltdiyi tövsiyələrinəndir. Və həmçinin möhtərəm qardaşlar, Quran-ı Kərimdə bu cür ayətlər çoxdur. Allah-u Teala Quran-ı Kərimdə Nisa surəsinin 3-cü ayətində buyurur: فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَى وَثُلَاثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلَّا تَعُولُوا Allah-u Teala deyir, xoşunuza gələn halal qadınlardan ikisi ilə, üçü ilə, dördü ilə evlənin. Əgər qorxsanız ədalətsizlikdən, ədalətsiz olmağınızdan, zülm etmənizdən, Allahın qoyduğu həddi aşmanızdan qorxsanız, onda o zaman biri ilə kifayətlənin, biri ilə və yaxud da əlinizin altındakı olan kənizlərdən biri ilə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır. Ona görə möhtərəm qardaşlar, hamınıza bəyan olduğu kimi İslam dinində zülmə və haqsızlığa qəti şəkildə yeri yoxdur. Və bu ayət həmçinin müsəlmanları yönəltir ki, müsəlmanlar evlilik məsələsində səhlənkarlıq eləməsinlər və Allah-u Teala'nın ilahi bir əmr olduğunu, ilahi bir tövsiyə olduğu kimi bunu belə qəbul eləsinlər. Əziz qardaşlar, həqiqətən Quran-ı Kərimdə evliliyə yönəltən, rəğbətləndirən, istiqamətləndirən dəlillər çoxdur Quran-ı Kərimdə və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsində. Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisdə, Buxaridə, Muslimdə gələn hədisdə, möhtərəm qardaşlar, Abdullah ibn Məsud radiyallahu anhunun hədisində buyurur: Ya mə'şərət şəbəb, mən istata'a minkumul bəətə fəliyətəzəvvəc, fə innəhu əğaddu lilbasar və əhsanu lilfarc, və mən ləm yəstata' fəaleyhi bis-savm, fə innəhu ləhu vicə. Peyğəmbər sallallahu aleyhi ve sellem ümmətin gənclərinə tövsiyə edərək buyurur ki, ey gənclər, sizdən kim evlənməyə qadirdirsə, mötərizə arasında maddi və mənəvi tərəfdən sizdən kim evlənməyə qadirdirsə, evlənsin. Həqiqətən evlənmək gözü və övratı qorumaq üçün pis yerlərə, haram şeylərə baxmaqdan və övratı isə zinadan, pis əməllərdən qorumaq üçün gözəl vəsilədir. Və kim bunu bacarmazsa, oruç tutsun, həqiqətən oruç onun üçün qalxandır. Bu da, əziz qardaşlar, Peyğəmbər s.ə.v-in ümmətə, xüsusən də gənclərə, evlənəsi, evlənmək üzrə olan təbəqələrə xüsusi tövsiyəsidir. Möhtərəm qardaşlar və əziz bacılar, evlilik məsələsində məqsədlər var. Təbii ki, bu bir çox insanların məfhumuna görə, bir çox insanların anlayışına görə evliliyi adət, ənənə kimi qəbul edirlər. Və evlənirlər, deyir ona görə ki, insanlar evlənir, mən də evlənirəm. Və bu şəkildə evlənməyə qədəm qoyurlar, evlənməklərini başa çatdırırlar. Və burada bir mühüm məsələ toxunmaq istəyirəm, o da xüsusən evlənmək üzrə olan gənclərə aiddir bu. Və umumən də bütün müsəlmanlara aiddir.
evlənmək məsələsini möhtərəm qardaşlar bir adət-ənənə kimi qəbul etməmək lazımdır. Hansı ki sizə evlənməyin əhəmiyyəti barəsində olan bəzi qaydaları dedikdə bunları sizə xatırladacağım. Evlənməyi bir ibadət kimi qəbul etmək lazımdır. Kimlər evlənibsə, mümkündür ki, hətta adət üzrə evlənmiş olsalar belə, bu evliliklərini bugündən sonra ibadət halına çevirsinlər. Və kimlər evlənməyiblərsə, evlənmək üzrədirlərsə, onların da fürsəti var ki, evlənməyin ilk günündən, ilk evləndiyi gündən bunu adət halına yox, ibadət halı ilə başlandırsınlar. Əgər şəriətə baxsaq, kitab və sünnəyə baxsaq, ilahi məqsədə baxsaq, şəriətdə, evlilikdə olan məqsədə baxsaq, görərik ki, Allah-u Teala bunu adət olaraq yox, insanlara ibadət olaraq bunu məşru eləyir, icazəli eləyir. Və bu sünnəni insanların arasında ibadət olaraq yayır. Necə ki, sizlərə mən biraz öncə Rum surəsinin 21-ci ayəsində və həmçinin Ən-Nisa surəsinin 3-cü ayəsində xatırlatdım. İlk öncə möhtərəm qardaşlar, bu məqsədlərdən, hansı ki Quran və sünnədən başa düşülür, evlilik məqsədlərindən biri ilk öncə evlənmək Allah-u Teala'ya itaat etməkdir. Necə ki Allah-u Teala deyir ki, kim Allaha və onun Peyğəmbərinə itaat eləyərsə, artıq o insan nicat tapar. Artıq o insan nicat tapar. Və başqa bir ayətdə Allah-u Teala Quran-ı Kərimdə buyurur, Allaha və onun Rasuluna itaat edin. Əziz qardaşlar, Allah-u Teala itaat etmək, bu dünyada insanın qəm-qüssədən qurtarmasına, ahirətdə isə bundan daha böyük qəm-qüssədən qurtarmağa və ən böyük təmənni etdiyi şeyə nail olmasının səbəblərindəndir. Ona görə müsəlman bunu belə qəbul etməlidir ki, evlənmək Allah-u Teala'ya itaat etmək deməkdir. Kim evlənərsə, o Allah-u Teala'ya itaat etmiş olar. Necə ki Allah-u Teala Quran-ı Kərimdə möhtərəm qardaşlar buyurur, فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَى وَثُلَاثَ وَرُبَعَ. Xoşunuza gələn halal qadınlardan ikisi, üçü, dördü ilə evlənin. Xoşunuza gələn qadınlardan ikisi ilə, üçü ilə, dördü ilə evlənin. فَاِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُ فَوَاحِدَ. Əgər ədalətsizlikdən qorxarsınızsa, onda o zaman biri ilə kifayətlənin. Ədalətsizlikdən qorxarsınızsa, onda biri ilə kifayətlənin. Görün, möhtərəm qardaşlar, bu ilahi bir tövsiyədir. Allah-u Teala qullarına tövsiyə edir ki, evlənin, suvay qalmayın. Və bu tövsiyəni yerinə yetirmək, möhtərəm qardaşlar, Allah-u Teala'ya itaat hesab olunur. Allah-u Teala'ya təslimiyyət hesab olunur. Ona görə kim bunu yerinə yetirərsə, evliliyə qədəm qoyarsa, addım atarsa, bilsin ki, o insan Allah-u Teala'nın əmrini yerinə yetirmiş olur. Və bilsin ki, Allah-u Teala itaat etmiş olur. Mən əminəm ki, bugün çox ərlər, bugün çox kişilər bu məqsədləri unudublar. Və yaxud da bu məqsədlərin əsr şəriətdə belə məqsədlərin olmağından qəflətdədirlər. Bunu dərk elə bilmirlər. Halbuki bu böyük ibadətdir, əlhamdülillah. Sadəcə müsəlmana lazım olan şey bunu bilməsi və qəlbində daima bu hissiyyəti keçirməsidir. Sadəcə qəlbini biraz neyləməsidir, ələ almasıdır. Qəlbini biraz düşündürməsidir. Bununla insan böyük xeyirlərə nail olur, möhtərəm qardaşlar. Və həmçinin, əziz qardaşlarım, Allah-u Teala Quran-ı Kərimdə buyurur, Nur surəsinin 32-ci ayəsində وَأَنْكِحُوا الْأَيَامَ مِنْكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ إِنْ يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللّٰهُ مِنْ فَضْلِهِ وَاللّٰهُ وَاسِعٌ عَلِيمٌ. Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli salih kölə və kənizləri evləndirin. Əgər onlar kasıb olsa, Allah öz lütfi ilə onları varlı edər. Allah lütfi ilə genişdir, biləndir. Görün, möhtərəm qardaşlar, Allah-u Teala necə tövsiyə edir ki, evlənin. Allah-u Teala aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli salih kölə və kənizləri evləndirin. Möhtərəm qardaşlar, bu müsəlmanın üzərində olan haqlarındandır həmçinin. Əgər bir müsəlmanda imkan olarsa, görərsə ki, başqa bir müsəlman evlilik mərhələsinə gəlib çatıbdır, sadəcə ona mane olan maddi cəhətdir. Və yaxşı olar ki, bir müsəlman ona dəstək olsun ki, hətta bu insan bu ilahi bir itaəti yerinə yetirsin. Və buna yardımlaşma, buna möhtərəm qardaşlar, xeyir məsələlərində yarışmaq deyilir. Baxın, Allah-u Teala necə tövsiyə edir ki, aranızda olan subay kişiləri və ərsiz qadınları evləndirin. Təbii ki, Allah-u Teala burada bəyan edir ki, və həmçinin insanın varlanmasının səbəblərindəndir. Allah-u Teala buyurur, İn yekunu fuqara yughnihimullahu min fadli. Əgər onlar kasıb olsa, Allah öz lütfi ilə onları varlı edər. Ona görə möhtərəm qardaşlar, evlənmək insanın üzərində rızqı qaplarının açılmasının əlamətlərindəndir.
Evlənmək həmçinin insanın rızqısının geniş olması deməkdir. Ola bilər ki, insanda məbləğ az olsun. Bu, ibrət malın, pulun çoxluğunda deyil, möhtərəm qardaşlar. İbrət malın, mülkün bərəkətindədir. Ola bilsin ki, Allah Teala sənə az mal, mülk verə, lakin ona elə bərəkət verə ki, 10 qat o puldan çox olan, hansı insanda ki, 10 qat o puldan çoxdur, o, sən gördüyü bərəkətin yarısını görə bilməyək. Ona görə, möhtərəm qardaşlar, ilahi nəsiyyətə qulaq asmaq lazımdır. Allahın ayətlərini oxuduğumuz zaman onu bir şeir, bir qafiyə kimi üzərindən keçib getməmək lazımdır. Oturub dərk eləmək lazımdır, düşünmək lazımdır. Bilmək lazımdır ki, Allah-u Teala'nın tövsiyələrini yerinə yetirməkdədir bütün xoşbəxtliyin başı. Allah-u Teala'nın əmrlərini bizdən tələb etdiyi şeyləri yerinə yetirməkdədir bütün xeyrin öndəri, qabağı möhtərəm qardaşlar. Və həmçinin əziz qardaşlarım və möhtərəm bacılarım, evliliyin əhəmiyyətini bildirən şeylərdən biri də evlənmək, Peyğəmbər sallallahu aleyhi ve sellemə itaat etməkdir həmçinin. Kimlər evlənərsə, o evlənməyə qədəm qoyarsa, evlənmək üçün səy eləyərsə, o insanlar həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemə itaat etmiş olarlar. Və çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bunu evlənməyi həm feili olaraq yaşayıb, möhtərəm qardaşlar, həm də qovli olaraq ümmətinə tövsiyə edib. Və bu iki tərəfdən Peyğəmbər sallallahu aleyhi ve sellemə itaat etmiş olur. Həm feilinə görə Peyğəmbər sallallahu aleyhi ve sellem bunu edib deyə, mən də edirəm deyə, həm də Peyğəmbər sallallahu aleyhi ve sellem əmr edib və yaxud tövsiyə edib, rəğbətləndirib deyə. Feili tərəfdən baxsaq görərik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, möhtərəm qardaşlar, ailə qurub. Peyğəmbər sallallahu aleyhi ve sellem ilk evliliyi 25 yaşında olub, möhtərəm qardaşlar. Ta vəfat edənə kimi Peyğəmbər sallallahu aleyhi ve sellem həyatında evlilik davam edib. Yəni, bunun əhəmiyyətini və önəmli bildirən məsələlərdən biri odur ki, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə evlənib, zövcəsi vəfat etdikdən sonra oturub subay yaşamayıbdır. Zövcəsiz yaşamayıbdır, bununla kifayətlənməyibdir. Əksinə ilahi bir əmir olaraq Peyğəmbər sallallahu aleyhi ve sellemə özəl bir Peyğəmbər sallallahu aleyhi ve sellem xüsusiyyətlərindən olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem birindən, ikisi ilə, üçü ilə, dördü ilə və daha çox evlilik həyat yaşayıb. Və bunu həyatının bir mərhələsində yox, hətta vəfat edənə kimi Peyğəmbər sallallahu aleyhi ve sellem bu sünnəni yaşayıb. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat etdiyi zaman 9 dənə zövcəsi olur, möhtərəm qardaşlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem evlənir və ailələri üçün ev tikir və Peyğəmbər sallallahu aleyhi ve sellem zürriyyəti olması üçün səbəblərdən tutur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem öz ailələrini yedirtmək üçün, öz ailəsini yedirtmək üçün rızqı qazanır, rızqının arxası ilə gedir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələrinin namusunu, izni, şərəfini qoruyur. Bunların hamısı, möhtərəm qardaşlar, onu göstərir ki, feili olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem bu sünnəni geniş şəkildə yaşamışdır. Və həmçinin qovli olaraq da Peyğəmbər sallallahu aleyhi ve sellem ümmətinə tövsiyə eləmişdir. Necə ki, biraz öncə keçdi, İmam Buxarinin, o İmam Müslimin səhih kitablarında rivayət etdiyi Abdullah ibn Məsudun hədisində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur: "Ya mə'şərəş-şəbəb, mən istata'a minkumul ba'ətə fəlyətəzəvvəc." Ey gənclər, sizdən kim evlənməyə bacarırsa, evlənməyə qadirdirsə, maddi və mənəvi cəhətdən evlənsin. Əmr möhtərəm qardaşlar. Ona görə elm əhli deyir ki, kim evlənməyə qadirdirsə və zinaya düşməkdən qorxursa və evlənə də bilirsə, o insanın haqqında evlənmək vacibdir. Əgər evlənməsə bu insan günah qazanır. Çünki onun haqqında zinaya düşmək təhlükəsi var. Ona görə möhtərəm qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem burada xitabı, əmri gənclərə üzünü tutaraq deyil. Baxmayaraq ki, bu bütün evlənməyə qadir olan bir mərhələyə aiddir. Çünki evlənmək hissiyyəti gənclərdə daha çox olur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim bacarırsa, maddi və mənəvi cəhətdən evlənsin. Yəni, düşünməsin ki, subay qalmaq xeyirdir. Xeyr, möhtərəm qardaşlar. Hətta sələflərdən biri deyir ki, kim subaylığa dəvət etsə, o insan İslamdan qeyrisinə dəvət etmiş olur. Ona görə İslam dinindən deyil, nə yaxından, nə uzaqdan evlilikdə zahidlik göstərmək, evlilikdən üz çevirmək. Təbii ki, yəqin ki, bəzilərimizin ağlına gəlir ki, bəs sələflərdən bəzilər nəyə görə evlilik tərk ediblər? Möhtərəm qardaşlar, onlar bunu istəyərək tərk eləməyiblər. Onlar bunu qadir olduqları halda tərk eləməyiblər. Onlar bunu bizdən daha yaxşı başa düşərək tərk ediblər. Təbii ki, əgər onların halı bizdə olsa, bizim haqqımızda da onu tərk eləmək imkanı var. Lakin söhbət ondan gedir ki, bir insan əgər bacarırsa, maddi mənəvi imkanı varsa və o insan zinaya düşmək təhlükəsi varsa, bununla bərabər evlilikdən üz döndərirsə və bunda fəzilət olduğunu düşünürsə, biz onda deyirik ki, o insan xata eləyir. O insanın bu əqidəsi doğru deyil.
və bu insan bu düşüncəsi ilə nə edir? Şəriətdən uzaq düşüncəsinə qapanmış olur. Ona görə əziz qardaşlarım, Peyğəmbər s.ə.v bunu qovli olaraq da deyir. Və bunun əsas səbəblərini də başa salır. Buyurur ki, فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ Həqiqətən evlənmək insan gözünü haram baxışlardan qoruması üçün böyük səbəblərdəndir. Haram baxışlardan. Çünki müsəlmana halal deyil ki, ona halal olmayan şeylərə baxsın. Müsəlmana halal deyil ki, naməhrəmlərə baxsın. Ona görə möhtərəm qardaşlar, insan gənc olduğu zaman, evliliyə rəğbəti olduğu zaman o insan gözlərinə çox az şəkildə malik ola bilir. Daimən görürsən, şeytan ona vəsvəsə verir. Göz vasitəsilə hətta onu münkər əməllərə salsın deyə. Ona görə insan evlənərsə, evlənmək onun üçün gözünü qoruması üçün ən böyük vəsilələrdəndir. Çünki insan evləndiyi zaman, evlilik həyatında nə olduğunu bildiyi zaman, onda o zaman gözünü haramlardan çəkir. Və bu da onun üçün gözəl və yeganə vəsilələrdən. Və həmçinin o əhsanu lil farc deyir Peyğəmbər s.ə.v. Övratı qorumaq üçün də həmçinin vəsilələrdəndir. Zinadan qorumaq üçün möhtərəm qardaşlar. Peyğəmbər s.ə.v buyurur ki, ola bilsin ki, bir insan aciz ola, onun üçün də həll qoyur Peyğəmbər s.ə.v. Əgər bir insan aciz olarsa, tutaq ki, bir insan mənəvi cəhətdən hazırdır evlənməyə, amma maddi cəhətdən imkanı yoxdur. Və yaxud da bir insan müəyyən yerlərdən manesi var evlənməyə. O zaman Peyğəmbər s.ə.v onu yönəltir. Deyir ki, وَمَنْ لَمْ يَسْتَطِ Və kim bunu bacarmazsa, ya maddi cəhətdən, ya mənəvi cəhətdən, ya hər ikisi tərəfdən فَعَلَيْهِ بِالصَّوْمِ Onda o zaman oruç tutsun. فَإِنَّهُ لَهُ وِجَاء Və həqiqətən oruc onun üçün qalxandır. Yəni, oruç tutmaq insanın eyni zamanda şəhvətini azaldır və bunun ucbatından, şəhvətinin azlığı ucbatından insan gözünü də qoruyur və özünü də zinadan qoruyur. Və həmçinin möhtərəm qardaşlar, qavli olaraq Peyğəmbər s.ə.v İmam Buxarinin və başqaları rivayət etdiyi hədisdə buyurur: İzə xataba ileykum mən tərdavuna dinəhu və xuluqahu fəzəvvicuhu illə təf'alu təkun fitnətən fil ardı və fəsadin arid. Peyğəmbər s.ə.v sizdən birinizə elçi gələrsə, bir nəfər gəlib sizin qızınızı istəyərsə, elçi gələrsə, hansı ki onun dinindən və əxlaqından razısınız, evləndirin. Yəni, gələn elçinin dinindən və əxlaqından razısansa, onda o zaman evləndir, gecikdirmə. Peyğəmbər s.ə.v deyir, əgər siz bunu etməsəniz, əgər siz bunu tərk etsəniz, onda o zaman yerdə fitnə fəsad çoxalar. Onda o zaman yer üzünü fitnə fəsad bürəyər. Yəni, yer üzündə cinayətlər çoxalar, qətl çoxalar, intiqam çoxalar və zorlamalar çoxalar, təcavüz etmək çoxalar və zina çoxalar. Ona görə möhtərəm qardaşlar, bunların hamısının olması yer üzündə fitnədən və fəsaddan hesab olunur. Ona görə bir müsəlmanın evinə, qızına elçi gəldiyi zaman ona lazımdır ki, ilk öncə ona baxsın dininə. Baxsın ki, ona gələn insanın dinindən razıdır, yoxsa yox. Sonra onunla kifayətlənməsin. Ola bilsin ki, din sahibi ola, amma əxlaq baxımından kör ola. Ola bilsin, əxlaq baxımından bərbat ola. Ola bilsin, əxlaq cəhətdən zəif ola. Ona lazımdır ki, eyni zaman əxlaq məsələsinə də baxsın. Əgər dini yerində olarsa, dini lazımı qədər olarsa və əxlaqdan lazımı qədər olarsa, onda o zaman möhtərəm qardaşlar imtina etmək olmaz. Evləndirmək lazımdır. Əgər evləndirilməsə, Peyğəmbər s.ə.v-in dili ilə deyirəm ki, möhtərəm qardaşlar, onda o zaman yer üzündə fitnə və fəsad çox olar. Və həmçinin möhtərəm qardaşlar, evlənməyin məqsədlərindən və həmçinin evlənməyin faydalarından evlənmək bütün peyğəmbərlərin sünnəsidir. Bütün gələn peyğəmbərlərin sünnəsidir. Və həmçinin özəlliklə də Peyğəmbər s.ə.v-in Allah-u Teala möhtərəm qardaşlar Quran-ı Kərimdə Ər-Ra'd surəsinin 38-ci ayəsində buyurur: وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr, övradlar verdik. Deməli, bu onu göstərir ki, möhtərəm qardaşlar, evlənmək sadəcə Peyğəmbər sallallahu aleyhi və səlləmin xüsusiyyətlərindən deyil. Əvvəlki Peyğəmbərlər də evlənir və kim evlənərsə, həm bütün Peyğəmbərlərin sünnəsini yaşamış olar, həm də Muhammed sallallahu aleyhi və səlləmin sünnəsini yaşamış olar. İmam-ül Qurdubi rahməhullah, möhtərəm qardaşlar, bu ayətin təfsirində deyir ki, bu ayət insanları evlənməyə rəğbətləndirən ayətlərdəndir. Və bu ayət qadağan edir ki, insan gərək evlənməkdən üz çevirməsin.
Və həmçinin bu ayət onu göstərir ki, bu bütün peyğəmbərlərin sünnəsidir. Peyğəmbər s.ə.v möhtərəm qardaşlar başqa bir hədisdə buyurur: Təzəvvəcul vədudəl vəlud fə inni mukafirun bikumul umamə yevməl qiyamə. Peyğəmbər s.ə.v əmr eləyir. Deyir ki, evlənin, çox doğan qadınlarla evlənin. Əlavə Peyğəmbər s.ə.v deyir ki, çox doğan qadınlarla evlənin. Təzəvvəcul vədudəl vəlud fə inni mukafirun bikumul umamə yevməl qiyamə. Və mən sizin çoxluğunuzla qiyamət günü öyünəcəmdir. Əziz qardaşlar, həmçinin Peyğəmbər s.ə.v-in sünnəsindən olduğunu bəyan edən hədislərdən biri də Peyğəmbər s.ə.v övründə sahabələrdən biri gedir, Peyğəmbər s.ə.v-in ailəsindən soruşur ki, Peyğəmbər s.ə.v evdə hansı növ ibadətlər eləyir? Və o deyəndə ki, Peyğəmbər s.ə.v bu qədər ibadət eləyir və o sahabələr nə eləyir? Və özlərini qınayırlar və söz verirlər. Biri deyir ki, mən bütün ömrümü oruç tutacağım və heç vaxt iftar eləməyəcəm. O birisi deyir ki, bütün həyatımı namaz qılacağım, heç vaxt oturub istirahat eləməyəcəm. O birisi isə deyir ki, mən evliliyi tərk eləyəcəm, həyatımda heç vaxt evlənməyəcəm. Bununla bunlar möhtərəm qardaşlar Allaha daha yaxın olacaqlarını etiqad edirlərdi. Daha xeyirli əməl etdiklərini etiqad edirlərdi. Elə bilirlərdi ki, bununla Allahın razılığını qazanacaqlar. Bununla ahirətdə uca maqama nail olacaqlar. Bu xəbər möhtərəm qardaşlar Peyğəmbər sallallahu aleyhi və səlləmə çatdıqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm minbərə minərək deyir ki, Əmə vallahi inni ləəxşakum lillah və ətqakum ləhu ləkinni asumu və uftir və usalli və arqud və ətəzəvvəcun nisə fəmən rəğibə an sünnəti fəleysə minni. Bu hədisi İmam Buxari və Muslim rivayət edir. Peyğəmbər s.ə.v buyurur ki, Allaha and olsun ki, mən hamınızdan daha çox qorxuram Allah-u Teala'dan, daha çox taqvalıyam. Və sizə nə olub belə deyirsiniz? Mən oruç da tuturam, iftar da eləyirəm. Və mən namaz da qılıram, oturub istirahat da eləyirəm. Və qadınlarla da evlənirəm. Peyğəmbər s.ə.v başa salır ki, bu cür insan özünə zülm etməsi, hətta ibadət olsa belə bu Peyğəmbər s.ə.v yolundan deyil. Onu başa salır ki, insan özünə mən əmədi oruç tutacağım deyib zülm eləyə bilməz. Peyğəmbər s.ə.v-lə artıq əməl elə bilməz. Ona görə Peyğəmbər s.ə.v deyir ki, mən oruç da tuturam, iftar da eləyirəm. Namaz da qılıram, otururam da istirahat eləyirəm və qadınlarla evlənirəm də. Kim mənim sünnətimdən üz çevirərsə, o məndən deyil, deyir Peyğəmbər s.ə.v. Bu onu göstərir ki, Peyğəmbər s.ə.v-in möhtərəm qardaşı evlənmək Peyğəmbər s.ə.v-in sünnətindəndir. Evlənməkdən üz çevirmək isə Peyğəmbər s.ə.v sünnəsindən, yolundan qırağa çıxmaq deməkdir. Ona görə gəlir Peyğəmbər s.ə.v hədislərindən möhtərəm qardaşı, həmçinin İmam İbn Məcənin və İmam Tirmizinin rivayət etdiyi hədisdə, Ayşə radiyallahu anhənin hədisindədir. Peyğəmbər s.ə.v evlilikdən üz çevirməkdən qadağan elədi. Peyğəmbər s.ə.v qadağan elədi evlilikdən üz çevirməyə. Bu açıq-aşkar göstərir ki, möhtərəm qardaşlar, evlənməkdən üz çevirmək İslam dinindən deyil. Hətta Səhih Buxaridə və Müslimdə gəlir, Sə'd ibn Əbi Vaqqas radiyallahu anhun hədisindən. Deyir, Osman ibn Məzun radiyallahu anhu evlilikdən üz çevirmək istəyir və Peyğəmbər s.ə.v ona qadağan edir. Deyir ki, evlilikdən üz çevirməyin. Deyir, əgər evlilikdən üz çevirmək, evlilikdən kəsilmək, əgər İslam dinində deyir, icazəli olsaydı, onda o zaman biz deyir, özümüzü nə edərdik? Yəni ki, bu evliliyin qarşısını almaq üçün səbəblərdən tutardıq. Və möhtərəm qardaşlar, sahabələr də Peyğəmbər s.ə.v tövsiyəsini yerinə yetirməkdə çox həris idilər. Onların hamısı bu sünnəni tətbiq etmək üçün can atırlardı. Bütün sahabələr. Və təbii ki, bunu Allaha itaət olaraq, Peyğəmbər s.ə.v itaət olaraq, Peyğəmbər s.ə.v sünnəsini tətbiq edərək bunu edirlərdi. Hətta Muad ibn Cəbəl radiyallahu anh möhtərəm qardaşlar ölüm döşəyində olur və o zaman evli olmur, zövcəsi olmur və deyir ki, məni evləndirin. Mən istəmirəm ki, Allahla subay olduğum şəkildə qarşılaşam. Bu onu göstərir ki, möhtərəm qardaşlar, onlar nə qədər evliliyə dəyər və qiymət verirlərdi. Və başqa bir hədisdə Əhməd ibn Həmbəlin və İmam Tirmizinin və həmçinin İbn Əbi Şeybənin rivayət etdiyi hədisdə Əbu Əyyub el-Ansar radiyallahu anh hədisində Peyğəmbər s.ə.v deyir ki, 4 şey var ki, Peyğəmbərlərin sünnələrindəndir. Ətirlənmək, evlənmək, misvak işlətmək və həyalı olmaq.
Bu hədisi möhtərəm qardaşlar bu üslubla İmam Şeyx Albani Rəhməllah zəifləşdirmişdir. Lakin hədis zəif olsa belə mənası hədisin doğrudur. Və həmçinin əziz qardaşlarım, evlənməyin məqsədlərindən, evlənməyin faydalarından insan öz nəfsini ismətli etməsi, insan nəfsini qoruması, insan öz nəfsini və ailəsini pis və münkər əməllərə düşməkdən qoruması. Bu da evliliyin faydalarındandır, möhtərəm qardaşlar. İnsan gözünü və övratını zinadan qorumasının səbəblərindəndir, möhtərəm qardaşlar. Allah Teala bütün insanlarda bu hissiyyəti yaratmışdır, evlilik hissiyyətini, bu iradəni, bütün qadınlarda və kişilərdə də. Bu kişilərdə və qadınlarda olması onların kamillik əlamətlərindəndir. Ona görə də bugün əgər bir insan kişilərin sırasında olarsa, kişilərdən hesab olunarsa, lakin onda evlilik istəyi olmazsa, o insanın naqisliyindən hesab olunur bu. Ona görə madəm ki, bu Allah-u Teala'nın insanda yaratdığı hissiyyətlərdən və fitri olan əməllərdəndir, möhtərəm qardaşlar, ona görə insan evliliklə ancaq bu nəfsini qoruya bilir. Evliliklə özünü ismətləndirə bilir. Evliliklə özünü çirkin əməllərdən qoruya bilir. Ona görə Peyğəmbər s.ə.v möhtərəm qardaşlara bayaq keçən hədislərdə xüsusən də gənclərə tövsiyə olaraq deyir ki, evlənin, sizdən kim bacarırsa. Və həmçinin möhtərəm qardaşlar, evliliyin faydalarından və məqsədlərindən müsəlmanların sayının çoxalması. Əgər İslam ümməti evlilikdən üz çevirərsə, onda o zaman müsəlmanların sayı azalar. O zaman müsəlmanlar çoxalmaz. Deməli, möhtərəm qardaşlar, evlənmək müsəlmanların çoxalmağının səbəblərindəndir. Və həmçinin salih övladların dünyaya gəlmə səbəblərindəndir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm şad etməyin səbəblərindəndir, möhtərəm qardaşlar. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, təzəvvəcul vədudəl vəlud, deyir, çox doğan və bakirə qadınlarla evlənin. Fə inni mukəthirun bikumul uməmə yevməl qiyamə. Və mən qiyamət günü sizin çoxluğunuzla fəxr eləyəcəm. Sizin çoxluğunuzla fəxr eləyəcəm. Müsəlmanların çoxluğu ilə Peyğəmbər fəxr eləyəcək. Deməli, sən evlənsən, həm müsəlmanların sayını çoxaltmış olursan və həmçinin də axirətdə Peyğəmbər s.ə.v fəxr etməsinə səbəb olursan. Peyğəmbər s.ə.v sevinməsinə, şad olmasına səbəb olursan. Və həmçinin salih övladların dünyaya gəlməsinə səbəb olursan. Bu da böyük xeyirlərdəndir. Peyğəmbər s.ə.v deyir ki, səhih hədisdə İzə mətə ibn Ədəm inqata əməluhu illə min sələf. Adəm övladı öldükdə bütün əməlləri kəsilir. İnsan öldüysə, möhtərəm qardaşlar, insan vəfat elədisə, bu dünyadan bərzəx aləminə köçdüsə, ahirətə qovuşdusa, o insanın etdiyi bütün əməllər kəsilir. Çünki o insan bacarmaz daha namaz qılsın, bacarmaz daha oruç tutsun, bacarmaz daha sədəqə versin, zəkat versin və xeyr əməllər eləsin. Vəssalam, insan öldüsə, xeyr əməl qapıları bağlanır. İstər xeyr olsun, istər şər olsun. Sadəcə bu dünyada qoyduqları əsərlərdən başqa. O əsərlərdən biri hansıdır? Salih övlad. Hansı ki, Peyğəmbər s.ə.v deyir, 3 şeydən başqa salih övlad və qoyduğu elm və gördüyü xeyir işlərdən başqa. Ya su çəkdirmiş olar, ya məscid tikdirmiş olar və s. kimi xeyr əməllərdən. Deməli, bu 3 şeyin arasında gələn birisi də, möhtərəm qardaşlar, salih övlad. Deməli, bütün əməlləri ölmüş insanın bütün əməlləri kəsilir 3 şeydən başqa. Yəni, o 3 şey istisna, o 3 şeydən o insana savab gedir. Onlardan biri də bir insan öldükdən sonra bu dünyada salih övlad qoyub getməsi. İstər qadın olsun, istər kişi olsun. O övlad hər ibadət etdikcə, atası, anası ona öyrətdiyi, hər xeyr etdikcə onlar qəbirdə ola-ola onlara da savab gedər. Və onlar hər dua etdikcə, möhtərəm qardaşlar, nə olar? Onlar da qəbirdə o duadan faydalanarlar. Deməli, möhtərəm qardaşlar, evlənməyin mənfəətlərindən, üstünlüklərindən və xeyirlərindən biri də insanın salih övladları dünyaya gətirməsi. Və həmçinin möhtərəm qardaşlar, bunu bizlərə başa salan dəlillərdən biri də İmam Əbu Davudun və Nəsəinin rivayət etdiyi Ma'qal ibn Yəsər radiyallahu anh hədisində deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına bir kişi gəlir, deyir ki, ya Rasulallah, mən bir qadın tapdım, nəsli də yüksək nəsildəndir, özünün vəzifəsi də yüksək vəzifəsi var və özü də mal sahibidir. Deyir, lakin qadın sonsuzdur, doğmur. Mən onunla evlənə bilərəmmi?
Peyğəmbər s.ə.v qadağan eləyir. Deyir ki, onunla evlənmə. İkinci başqa bir nəfər gəlir, həmin şeyi deyir, ona da qadağan eləyir. Üçüncü nəfər gəlir, həmin şeyi deyir, ona da qadağan eləyir. Və sonra Peyğəmbər s.ə.v əmr eləyir ki, doğan və bakirə qadınlarla evlənin. Bu onu göstərir ki, möhtərəm qardaşlar, insanın evlənməyində əsas məqsədlərdən biri də dünyaya övlad gətirməsidir. Salih övladların gəlməsinə səbəb olmaqdır. Hansı ki, hətta ölüb getdikdən sonra belə o sənə fayda verir. Həmçinin möhtərəm qardaşlar, İbn Əbi Dunya rahiməhullah Eyəl kitabında Ömər radiyallahu anh da əsər gətirir. Deyir ki, Ömər radiyallahu anh belə deyir: Mə ətin nisə li şəhvətin və ləuləl vələd mə ətin nisə. Deyir, mən qadınlara şəhvətimi əda etmək üçün şəhvətə görə yaxınlaşmıram. Deyir, mən əsas qadınlara yaxınlaşdıqda övlad rica edirəm. Başqa bir rivayətdə gəlir ki, övlad rica edirəm. Allahı təsbih eləyər, Allahı zikr eləyər. Əziz qardaşlar, həqiqətən söylədiyim bunların hamısı evlənməyin faydalarından və mənfəətlərindəndir. Və həmçinin möhtərəm əziz qardaşlarım və bacılarım, evlənməyin faydalarından və mənfəətlərindən və üstünlüklərindən həmçinin cəmiyyəti pis təsirlərdən və həlak edici xəstəliklərdən qorumaq. Və bu da evlənməyin faydalarındandır, möhtərəm qardaşlar. Hansı cəmiyyətdə, hansı ölkədə, hansı toplumda bundan evlənməkdən üz çevrilirsə, möhtərəm qardaşlar, orada böyük təsir edici pis xəstəliklər yayılır. Və insanların arasında bir çox həlak edici xəstəliklər, hansı ki, onu hamınız bilirsiniz ki, əgər evlənməkdən üz çevrilərsə, onda o zaman o cəmiyyətdə zina və zinaya aparan vəsilələr çoxalar. Və onunla da eyni zamanda pis həlak edici xəstəliklərə insan düşər olur. Və bu açıq-aşkar möhtərəm qardaşlar, zinanın və fahişəliyin və əxlaqsızlığın yayılan ölkələrinə baxsaq, görərik ki, bu pis əməl ucbatından insanlar çox pis xəstəliklərə düşər olurlar. Ağızda və dildə və boğazda rak xəstəliyinin əmələ gəlməsinə səbəb olurlar. Və insanlarda seylən xəstəliyi deyirlər, İdz xəstəliyinə səbəb olurlar. Hansı ki, onlar yataqda ola-ola çürüyüb, duz kimi əriyib, elə vəfat edirlər. Bir anda olan ölüm deyil, əzabdır. Hətta o əzab bu dünyada. Hələ baxın ki, ahirətdə nələr olacaq. Və həmçinin möhtərəm qardaşlar, əgər bu sünnədən, evlilikdən bir cəmiyyətdə, bir toplumda üz çevirilərsə və orada təcavüz çoxalar və orada haqsızlıq çoxalar, orada cinayət çoxalar. Necə ki, bu açıq-aşkar göz qabağındadır, möhtərəm qardaşlar. Bu ölkələr ki, insanları hürriyyət adından evlənməməyə dəvət edirlər və azadlıq verirlər ki, qadın istədiyi kişi ilə tanış ola bilər, kişi istədiyi qadınla tanış ola bilər, istədiyi əlaqələri ortalarında yarada bilərlər və bunu, möhtərəm qardaşlar, təəssüflər olsun ki, bunu mədəniyyətdən, bunu əxlaqdan, bunu tərbiyədən, bunu inkişafdan hesab edirlər. Halbuki bu İslam dininə görə bu rəzilətdir, bu zillətdir, bu alçaqlıqdır. Hansı ki, bunun arxasında nəsillər qarışır, bunun arxasında cinayətlər və fəsadlar toxunur, bunun arxasında pis-pis həlak edici xəstəliklər meydana gəlir. Deməli, möhtərəm qardaşlar, evlənmək insanı bu cür həlak edici xəstəliklərdən qoruma amillərindən biridir. Əlhamdülillah, ona görə bu sünnəyə tətbiq edənlərlə bu sünnətdən üz çevirənlər arasında böyük fərqi biz bugün görürük. Bəzi buna dəvət edən ölkələrə baxqinən artıq bunu gec də olsa başa düşüblər ki, cəmiyyətləri bu xarab edici və pis xəstəliklərdən qorumaq üçün yeganə vəsilə evlənməyə qayıtmaq və ailələr qurmaqdır. Və həmçinin əziz qardaşlarım, möhtərəm bacılarım, insanın əldə etdiyi, insanın evlənməsi, bir möminət qadına nail olması, bir möminət qadınla həyat qurması insanın bu dünyada əldə etdiyi ən böyük xeyirlərdən biridir. Bu dünyada insanın, müsəlman bir kişinin əldə etdiyi ən böyük xeyirlərdən biridir. Peyğəmbər sallallahu aleyhi və səlləm Amr ibn al-As radiyallahu anhunun rivayət etdiyi hədisində buyurur ki, Əd-dünya məta' və xayru məta'id-dünya əl-mar'atus salihə. Hədisi İmam Muslim rivayət edir, möhtərəm qardaşlar. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, dünya bərbəzəkdir, oyun oyuncaqdır. Yəni, dünya ancaq belə neymətlərdən ibarətdir. Və bu dünyanın ən xeyirli neyməti salih zövcədir, salih qadındır. Ona görə möhtərəm qardaşlar, bir insan salih qadınla evlənməsi bu dünyada ən xeyirli neyməti əldə etməyin səbəblərindəndir. Bir insan əgər bir salih qadın əldə edərsə,
Bu o deməkdir ki, bu dünyanın ən qiymətli şeylərindən birini o insan əldə etmiş olur. Və həmçinin möhtərəm qardaşlar, İmam İbn Məcənin rivayət etdiyi hədisdə Peyğəmbər s.ə.v buyurur: لَيَتَّخِذُ أَحَدُكُمْ قَلْبًا شَاكِرًا وَلِسَانًا ذَاكِرًا وَزَوْجَةً مُؤْمِنَةً تُعِينُ أَحَدَكُمْ عَلَى أَمْرِ الْآخِرَةِ. Sizdən biriniz çalışsın sahibi olmağa, nəyin möhtərəm qardaşlar? Şükür eləyən dilin sahibi olmağa çalışsın. Şükür eləyən qəlbə sahib olmağa çalışsın. Zikr eləyən dilə nail olmağa çalışsın. Bir də ahirət işlərində yardım edən möminət qadını əldə etməyə çalışsın. Peyğəmbər s.ə.v tövsiyə edir möhtərəm qardaşlar. Deyir ki, bu üç şeyi əldə etmək üçün çalışın. Şükür eləyən qəlb, qəlbinizi islah edin ki, şükür etsin. Zikr eləyən dil, dilinizi islah edin ki, diliniz Allah'ı zikr edən, Allah'ı anan, Allah'ı xatırlayan dillərdən olsun. Və bir də möminət zövcə seçin ki, ahirət işlərində sizə yardım eləsin. Görün, əziz qardaşlar, bunların hamısı evlənməyin, ailə saadətinin təhqiq olunması üçün səbəblərdəndir. Və həmçinin möhtərəm qardaşlar, evlənməyin faydalarından, evlənməyin İslam dinində əhəmiyyətindən insan evlənməklə dininin yarısını tamamlamış olur. Bir insan evlənərsə, o insan dininin yarısını tamamlamış olur. Üzərinə qalan isə o biri yarısını tamamlamağı olur. Necə ki, İmam Hakim rahimehullah Enes radıyallahu anhudan rivayət edib ki, Peyğəmbər s.ə.v belə dedi: "Mən razaqahullah imra'atan salihatan faqad a'anahu ala şatr dinihi felyettaqillaha fi şatril baqi." Allah kimə salih bir zövcə, salih bir qadın nəsib eləyərsə, artıq o insan dininin yarısını əda etməsinə yardım etmiş olur. Və Allahdan qorxsun o biri qalan yarısında. Və İmam Beyhaqqinin rivayət etdiyi hədisdə möhtərəm qardaşlar gəlir ki, artıq dininin yarısını kim evlənərsə, dininin yarısını tamamlamış olur, o biri yarısında isə Allahdan qorxsun. Yəni o biri yarısını isə zayi etməkdə Allahdan qorxsun. Deməli, möhtərəm qardaşlar, bu onu göstərir ki, evlənmək məsələsi insanlara, xüsusən də müsəlmanlara nə qədər yardım edir Allahın əmrlərini yerinə yetirməyə. Allahın göndərdiyi bu şəriəti yerinə yetirməyə nə qədər yardım edir. Hansı ki, sənə səbəb olur ki, dinin yarısını yerinə yetirəsən. Dinin yarısını, üzərinə düşən vacibləri, üzərinə düşən fərziyyətlərin yarısını yerinə yetirəsən. Deməli, evlənəndən sonra onların yarısı qalır. Və sən də çalışmalısan, elmlə, ibadətlə və gözəl dərrakə ilə o yarısını yerinə yetirəsən. Bunu həmçinin möhtərəm qardaşlar, gəlin baxaq, düşünək, görək ki, nəyə görə evlənmək dinin yarısı hesab olunur? Nəyə görə? Səbəb nədir, məqsəd nədir? Bunu möhtərəm qardaşlar, Səhl ibn Səd radiyallahu anh'ın rivayət etdiyi hədisdən başa düşməyimiz mümkündür. Necə ki, o hədisi İmam Buxari rahimehullah Səhih kitabında rivayət edir. Peyğəmbər s.ə.v buyurur: "Mən yadman li mə beynə lihyeyhi və mə beynə ricleyhi admanu ləhul cənnə." Kim mənə zamin durarsa, kim mənə zəmanət verərsə, iki çənəsi arasındakı və iki qılçası arasındakini qorumağı, mən ona zəmanət verirəm cənnətə girməyini. Kim Peyğəmbər s.ə.və zamin, söz verərsə ki, iki çənəsi arasındakı dilini qoruyarsa, yəni dilini qoruyarsa və Peyğəmbər s.ə.və qaranti verərsə, zəmin durarsa ki, qılçasının arasında, yəni övratını qoruyarsa zinadan, Peyğəmbər s.ə.və deyir, mən o insana zamin verirəm ki, qaranti verirəm ki, o insan cənnətə girəcəkdir. Bu, onu göstərir ki, əziz qardaşlarım, bu asan məsələlərdən deyil, bu rahat məsələlərdən deyil. Elə bütün bəlaların hamısı bu iki tərəfdən gəlir. Elə cəhənnəm əhlinin çoxu cəhənnəmi bu iki şeydən qazandır, möhtərəm qardaşlar. Bu iki şey ucbatından cəhənnəmi qazandır. Ya dili ucbatından, ya da övratı ucbatından. Ona görə möhtərəm qardaşlar, deməli, əgər bir insan evlənərsə, artıq qılçası arasındakı, yəni övratını zinadan və ona aparan pis əməllərdən qorumuş olur. Bununla dininin yarısını bitirmiş olur. Bununla dininin yarısını kamilləşdirmiş olur. Deməli, üzərinə qalan növbəti olur. İkinci hissəsi, o da dilini qorumaq və tələb olunan üzərinə düşən başqa vacibləri qorumaqdır. Əziz qardaşlarım və möhtərəm bacılarım, mən sizə söylədiyim, sizlərə xatırlatdığım İslamda evlənməyin əhəmiyyətini bildirən bu qaydalar və bu səbəblər
sadəcə ən önəmli olan səbəblər və qaydalardır. Baxmayaraq qaydalar çoxdur, lakin mən sizə ən önəmlilərini vaxtdan istifadə etməyə görə ən önəmlilərini xatırladıram. Və həmçinin möhtərəm qardaşlar, evlənməyin əhəmiyyətini və faydalarını və üstünlüklərini bizlərə başa salan nöqtələrdən biri də, qaydalardan biri də evlənmək Allah-u Teala'nın yardımına və müvəffəqiyyətinə nail edici əməllərdəndir. Necə ki, Əbu Hüreyrə rivayət edir, möhtərəm qardaşlar, deyir, Peyğəmbər s.ə.v belə dedi: Sələsətun haqqun alallahi avnəhum. 3 kəs var ki, Allah onları öz öhdəsinə alıb onlara yardım eləməyini. Allah onu öz üzərinə haqq eləyib ki, onlara mən yardım eləyəcəm. Və onlardan biri də möhtərəm qardaşlar, özünü zinadan qorumaq üçün evlənməyə qədəm qoyan insan. Özünü zinadan qorumaq üçün, özünün iffətini, namusunu saxlamaq üçün evlənməyə qədəm qoyan, evlənmək üçün səy edən insan. Əgər bir insan bunun üçün evlənməyə qədəm qoyarsa, səy elərsə, bilsin ki, Allah ona yardım etməyini öz öhdəsinə alıb. Bu hədisi, möhtərəm qardaşlar, İmam-ı Tirmizi və İmam-ı Nəsai və həmçinin İmam İbn-i Bəcər Sünən kitablarında rivayət etmişdir. Və həmçinin möhtərəm qardaşlar, bir tərəfdən də evlənməyin faydalarının həmçinin insanın sihhəti üçün böyük təsiri var. Evlənməyin insanın sağlamlığı üçün böyük reaksiyası və təsiri var. Hansı ki, Chicago Universitetində oradakı alimlər, nəfs alimləri, psixoloji alimləri evlənməyin ümumiyyətlə insanların üzərinə olan sağlamlıq təsirini araşdırıblar və nəticəyə gəliblər ki, yəni ağıl olduqdan sonra, yəni anadan dəli olaraq dünyaya gələnlərdən getmir söhbət. Yəni ağlı üstündə olandan sonra dəlilik xəstəliyinə düçar olanların %83'ü subay təbəqəsidir. Deməli, bu onu göstərir ki, möhtərəm qardaşlar, insanın sağlamlığına da, sihhətinə də zararı var ki, subaylığın. Və deyir ki, yoxlayıblar ki, dəlilərin %83'ü subaylar təbəqəsindəndir. %17'si isə evlilərin arasındadır. Və həmçinin ölkələr arasında olan cinayətlərə baxıblar, görüblər ki, möhtərəm qardaşlar, %70'dən çox cinayət törədən insanlar hansılardır? Subay insanlardır. Deməli, cinayətin səbəblərindən biri də insanın subay qalmasıdır. İnsanın evlilikdən uzaq qalmasıdır. Bu da cinayətin səbəblərindəndir. %70'dən daha çox, deməli, cinayət məsələləri subaylardan baş verir. Və qalan hissəsi isə evlilərdən baş verir. Onu göstərir ki, möhtərəm qardaşlar, onun sağlamlıq tərəfədə və insan öz namusunu, irzini və həyatını qorumaq üçün həmçinin evlənməyin böyük rolu, böyük təsiri var. Və həmçinin əziz qardaşlar və möhtərəm bacılar, evlənməklə bir çox ibadətləri əldə etmək mümkündür. Hansı ki, evlənmədən o ibadətləri yerinə etmək mümkün deyil. Bir çox ibadətlər var ki, insan onu ancaq evlənməklə əda edə bilər. Evlənmədikcə bu ibadəti əldə etmək mümkün deyil. O ibadətlərdən biri, möhtərəm qardaşlar, gözəl ünsiyyət. İnsan öz zövcəsi ilə gözəl ünsiyyət. Gözəl ünsiyyətin özü ibadətdir. Və övladı və zövcəni yedirtmək, içirtmək. Hansı ki, bu Allah üçün sədəqə sayılır. Kim öz övladını yedizdirib, içizdirərsə Allah rızası üçün, Allah ondan razı qalsın deyə, o insan verdiyi hər loxmə, hər tikə, onları xarşladığı hər pul Allah yolunda sədəqə hesab olunar. Ta həyat boyunca Allah yolunda sədəqə hesab olunar. Deməli, bir insan evlənmədikcə, zövcəsini və övladlarını infaq eləmədikcə, onları yedirib içirmədikcə bu savabı əldə edə bilməz. Və həmçinin onların məsləhəti ilə, onlara fayda verən şeylərlə məşğul olması, bu da onun üçün ayrı ibadətdir, möhtərəm qardaşlar. Və həmçinin insan ünsiyyətdə zövcəsi ilə şəhvətini belə gedərmək üçün ünsiyyətdə olarsa və niyyət Allah üçün olarsa, bu da onun üçün hətta ibadət olur. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisdə buyurur ki, وَفِي بِضْعِ أَحَدِكُمْ صَدَقَ Əbi Zər radiyallahu anh'ın hədisində deyir ki, sizdən biriniz ailəsinə yaxınlaşmağında da, ünsiyyətdə olması da, cinsi əlaqədə olmasında da sədəqə var. Sahabələr soruşur ki, ya Rasulallah, əyəti əhəduna şəhvətəhu və yəkunu ləhu fiyhə əcr? Deyir, bizdən birimiz şəhvət olaraq ailəsinə yaxınlaşır, ünsiyyətdə olur. Bununla savab qazanır. Peyğəmbər s.ə.v deyir ki, əvə ərəəytum ləv vədəəhə fi haramin əkənə aleyhi vizr? Deyir, əgər o
onu halal yerinə, yox, haram yerinə qoysaydı, onunla günah qazanardı mı? Deyirlər, bəli, ya Rasulallah. Eləcə də deyir ki, onu halal yerə qoyduqda onunla savab qazanır. Görün, möhtərəm qardaşlar, evlənməkdə, Allahın əmrini yerinə yetirməkdə insana nə qədər fayda gəlir. Bu faydaların hamısı dünyada. Hələ baxın, onun ahirətdə nə qədər mükafatı var. Təbii ki, möhtərəm qardaşlar, bu sizlərə söylədiyim bu qaydaların hamısı bizlərə İslam dinində evlənməyin əhəmiyyətini bildirən məsələlərdən idi. Bununla möhtərəm qardaşlar kifayətlənək Allah Taala'nın izni ilə. İnşallah qalan şərtləri də gələn dərsdə sizlərə Allah Taala'nın tövfiq ilə deyəcəm. Allah Taala'dan diləyirəm ki, bizləri eşidib faydalardan etsin. Allah Taala'dan diləyirəm ki, bizləri sözlərimizdə və əməllərimizdə ixlas nəsib eləsin. Və sallallahu və səlləm alə nəbiyinə Muhammed və alə alihi və ashabihi əcməin.